Amonyakın parçalanma reaksiyanı verib, tarazlıq anında amonyakın və hidrogenin miqdarlarını verib, qapalı qabda gedən reaksiyada amonyakın neçə faizin parçalandığını hesablayın deyir. Gəlin reaksiyanı bir də burada yazaq. N2 alınıb və 3H2 alınıb. Deməli, tarazlıq anında amonyakdan A'dır. Yəni, sonda qalan A'dır. Hidrogen də A'dır. Deməli, bu A'dırsa, bu da A alınacaq. Və bizə deyir ki, amonyakın neçə faizi parçalanmışdır deyir. Deməli, buradan da 3'ə 2'ye 3 hidrogendirsə, burada mol sayına baxanda A molada X amonyak o. X da bərabərdir 2A bölünsün 3. Burada olacaq 2A bölünsün 3. Deməli, başlanğıcı nə olacaq amonyakın onda? Bunları toplayaq. Toplayanda da burada da eləyəcək 3'də 5 A eləyəcək. Neçə faizi parçalanıb deyir. Gəlin baxaq. Deməli, başlanğıc 3'də 5 A 100% deməkdir. Parçalanan 3'də 2 A da X%. Buradan da elə 3'ləri burada ixtisar eləsək, A'ları ixtisar eləsək, deməli, X də bərabərdir 2 vurulsun 100 böl 5 eləyəcək. Bu da neçə eləyəcək? 40. 40% eləyəcək. 5'də 2. Y variantı.